Gəncədə məmmalı şəkildə həyatını itirən Elgün İbrahimovun ətrafında müzakirələr səngimir. Cəmiyyətdə bu dəhşətli qətlə bağlı qəzəb, təəssüf hissi var. Üstəlik, ictimaiyyət cinayətin üstünün açılmasını gözləyir, tələb edir. 18 yaşlı gəncin cəsədi üzərində belə zorakılıq əlamətləri eşidənləri şoka salıb. Müxtəlif versiyalar səsləndirilir, şayələr paylaşılır. İstintaq isə hələlik araşdırmaya davam edir. Sosial şəbəkələrdə, mediada hər gün, hər saat bu hadisə haqda şərhlər, yazılar yayılır. Elgünün qətli bir neçə il əvvəl baş vermiş digər dəhşətli cinayəti yada salır. Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın vəhşicəsinə öldürülməsi də Azərbaycan cəmiyyətində narahatlıq və hiddət yaratmışdı. Bu cinayət indi də yada düşəndə insanlarda qəzəb hissi yaradır. 2019-cu ilin noyabrın 19-dan itkin Bişən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar olunub. Hüquq mühafizə orqanlarının əməliyyat axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahimoğlu saxlanılıb. Məhkəmənin hökmü ilə İlkin Süleymanova 18 il müddətə həbs cəzası verilib. Yaxınları iddia edirlər ki, cinayəti İlkin törətməyib. Bu rəy cəmiyyətdə də üstünlük təşkil edir. Cinayətin arxasında başqa qüvvələrin olduğuna dair şübhələr hələ də qalır. Elgün İbrahimovun da gerçək qatillərinin tapılmayacağı barədə narahatlıqlar var. Bu narahatlıqlar bu və ya başqa formada ictimailəşir. Bir neçə gün keçməsinə baxmayaraq cinayətin üstünün açılmaması bu yöndəki narahatlıqları daha da artırır.